Bugün size minimum emek hakkıyla alabileceğiniz en sərfədə planşet olan Xiaomi Redmi Pad 2'yi göstereceğim. Gelin başlayalım. Qiymətdən başlamaq istəyirəm dostlar. Bir çox filalarda, eləcə də böyük filalarda 8256'lıq versiyasını 350-400 manata nağd alışı ilə ala bilərsiniz dostlar ki, nağd alış almağınız inanın sizə sərfdir. Və də kreditdən inanın sizin həm başınız ağrıyacaq, həm əlavə pul verməli olacaqsınız. O da nağd alın, qutarın keçin dostlar. Amma yox, pulunuz yoxdursa, onda heç də deyə bilmərəm. Kredit götürün, vaxtında ödəyin. Nəysə, planşeti aldınız, gəldiniz evə, bəs qutuda sizi nələr gözləyir? Planşetin özü, adapter başlığı, Type-C naqili, məlumat kitabçaları və SIM kart iynəsi dostlar. Həqiqətən də 4000 manat verdiyiniz iPhone-dan adicə bir adapter başlığının belə çıxmaması insanın məyus etməsinə baxmayaraq Xiaomi 400 manatlıq planşetinə belə bu adapteri qoyub. Yəni burada həqiqətən də Xiaomi'yə böyük bir alqış gəlir. Gəldik planşetin özünə. Planşet özü alüminium materialı var və həqiqətən də keyfiyyətli hiss etdirir. Barmaq izi hələmələm buraxmır, amma əliniz tərli olsa, həm onun korpusu birazcık ləkə buraxa bilər. Yəni ləkə dedikdə yəni barmaq izi, onu da siləndə gedir və kamera hissəsi də bir balaca tərinizə görə iz buraxa bilər dostlar. Onda yəni silirsiz keçir və sizə ən böyük məsləhətlərindən biri odur ki dostlar, bu planşeti kablo ilə istifadə etməyinizdir. Mən deməli bunu ilk alanda, yəni istifadə edəndə, yəni səhvən onu divara sürtdüm və 2-3 cızıq əmələ gəldi bəzi hissələrində. Ki sabahsı günü dostlar getdim bu üçün qəşəng bir dənə kablo aldım. Kablo da belə kablo deyil, 30 manat pul verdim. Biraz reklam kimi oldu, nəysə. Beləliklə də o cızılma söhbəti zat o gündən qutardı. Gəldik planşetin özü, dedik ki 10.000 inçdir. 10.000 inçdir olmasına baxmayaraq çərçivələr bir balaca qalındır. Baxın, çox yox, 1 mm, 1-2 mm az ola bilərdi. Xiaomi biraz onları qalın edib, amma o elə də gözə batmır dostlar. Özü planşet IPS panellə gəlir. Panel dediyimdə yəni ekranla gəlir. Yəni AMOLED qədər kəskin olmasa belə həqiqətən rəngləri doyğun göstərir. Şəxsən mən baxdığım filmlər, yəni YouTube-la videolarda zat elə də məni yəni məyus etmədi. Sizi də məyus etməyəcəyinə yəni inanıram dostlar. Bataryasından da danışmaq istəyirəm dostlar. Xiaomi burada bizə böyük bir sürpriz edib, çünki buna 9000 mAh'lik batarya qoyub. Bir mənfi xüsusiyyəti də odur ki dostlar, cəmi 18 watt ilə şarj olunur, yəni doldurulur. Yəni niyə axı? Ay Xiaomi, mesela bunu 20'də 18 nədir axı? Eybi yoxdur. Sizə belə bir söz dediyim dostlar. Bunu 1.5 saat, yəni 1 saat yarım, 2 saatda doldurdunuz, 100 elədiniz. 2 gün sizi rahat məsələr. Əgər ki 12 saatlıq bir ekran vaxtınız yoxdursa, yəni nə bilim 2 saat istifadə etdiniz, getdiniz işinizi görürsünüz, təzədən istifadə edədiniz. 2 gün sizi həqiqətən də rahat, yəni bəs edər. Hətta deyərəm ki 2 günün axırında 10-20'də zaratqası qalar. Performansından da biraz danışaq dostlar. Burada Helio G100 Ultra'dan istifadə olunub. İndi deyəsiniz ki, Helio nədir? Heç olmazsa Snapdragon olardı. Baxın, inanın mənə, həqiqətən də 400 manata görə əla chipsetlərdən biridir dostlar. Helio olmasına baxmayaraq. Baxın, gündəlik istifadədə sizə heç bir çətinlik yaratmayacaq. Montaj və oyun işlərinə qaldıqda isə, əgər ki planşeti çox yormasanız, optimizasiya edilmiş proqramlarda həqiqətən də çətinlik çəkməzsiniz. Oyunlara qaldıqda isə dostlar, eyni ilə optimizasiya olunmuş oyunlarda heç bir çətinlik çəkməzsiniz. 60 FPS rahat görərsiniz. Hətta bəzi oyunlarda 90 FPS-ə qədər görə bilərsiniz. Çünki planşet özü 90 Hz-dir. Bildiyiniz oyunlardan məsələn 1-2 dənə nümunə gətirim. Proqramlarla PUBG Mobile 60 FPS-ə qədər oynaya bilərsiniz və ya Model 2-də minimum oynanıla bilən qrafikdə stabil 45-60 FPS arası ala bilərsiniz. Və optimizə edilmiş oyunlarda dediyim kimi 60-90 arası 1 FPS gözləyə bilərsiniz. Amma bu dostlar oyun planşeti deyil. Oyun planşetindən gözlədiklərinizi bu planşetdən gözləməyin. Dərslərinizdən zaten sonra başınız yəni biraz qara biləcək oyunlar, yəni oynamaq üçün bir planşet axtarırsınızsa, onda həqiqətən də almağa dəyər. Yəni demək istəyirəm ki, oyun üçün alacaqsanızsa almayın. Gedin başqa bir planşet alın. Yəni 400 manatlıq şeydən də nə bilim 120 FPS gözləməyin.
Bir də kamerasından sizə demək istəyirəm dostlar. Bu da əsas şeylərdən biridir. Amma ki bu əsasən telefonlarda əsas bir şeydir. Bu planşetlərdə daha çox yəni onlayn dərslərdə sizi idarə edə biləcək bir kamera gözləyirsiniz və həqiqətən də bu planşetdə olan kamera sizi idarə edər dostlar. Əsas kamera 8 megapiksel AI dəstəkli. Ön kamera yəni selfie kamerası isə 5 megapikseldir və həqiqətən də bizi yəni o WhatsApp görüşmələrində zət yola verir dostlar. Amma belə dəhşət çəkiliş edinizsə bu planşetdən elə şey gözləməyin. Yekun edək dostlar, əgər ki 400 manatınız varsa və həqiqətən də qiymət performans olaraq qəşəng bir planşet axtarırsınızsa, Xiaomi Redmi Pad 2 almaq həqiqətən də sərfəlidir. Şəxsən mənə həqiqətən də sanki 800 manatlıq bir planşet almışam kimi hiss etdirir. Amma sizin bir planşetdən gözlədiyiniz çoxdursa, onda bu planşeti baxın deyirəm almayın. Bir də deyə bilərsiniz ki, bəs əlbəttə heç mi bunun mənfi xüsusiyyəti yoxdurmu? Var, onu da sizə deyim. Əgər ki planşet söndürsə və siz zaratkaya qoyduqdan 10 dəqiqə sonra yandırsanız, planşet sanki dostlar əvvəlki planşetdən əsər əlamət qalmır. 10-15 qədə dostlar hər dəqiqə bir şey etməyə çalışdığınızda donub kasır, amma bu 10-15 dəqiqə sonra düzəlir. Bunun səbəbini bilmirəm dostlar, amma mən bunu bir neçə dəfə yaşamışam şəxsən. Yəni aldığınızda belə bir şey olacaq, sizdə əlimeti demədi deməyin. Bəli, bu qədər dostlar və bu mənim əlimdə olan yeganə cihazıdır ki, sizə canlı öz fikirlərimi və rəylərimi göstərə bildim. Kaş bir sponsorumuz olardı, bizə texnologiya cihazları göndərib nəzər sala bilsəydik. Nəysə dostlar, inşallah qabaqda hələ çox yolumuz var. Baxarıq başımıza nələr gələr. Kanala abunə olmağı və videoya like atmayı unutmayın. Salamat qalın.